اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله الذي علا في توحده ودنا في تفرده وجل في سلطانه وعظم في أركانه فطر الخلائق بقدرته ونشر الرياح برحمته ووطد بالصخور ميدان أرضه ثم الصلاة والسلام على حبيبه وخيرته حافظ سره ومبلغ رسالاته سيدنا ونبينا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وعلى آله الطيبين الطاهرين المنتجبين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. قال الله تبارك وتعالى يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. Gözəl bir gündür, Şəvval ayının ilk cümə günüdür. Çox əziz bir gündür, belə gün dua günüdür, duaların müstəcab olan bir günüdür. Ümumiyyətlə cümə çox dəyərli bir gündür. Allaha ant verək bu günün əzəmətinə, bu günün hörmətinə xatir gələcək günlərimizi xeyirli eləsin inşallah. Allaha ant verək öz izzətinə və cəlalına, cəmi xəstələrimizə şəfaya acil inayət eləsin. Ələ xüsusda bizim məscid əhlimiz olan körpə bir balamız dünənlərin yüngül bir travma ilə xəstəxanadadır. Allah da onun inşallah xeyri salamat bu günə xatir şəfasını versin. Və belə bir gündə bizim gələcəyimiz olan gənc nəslimizi unutmayaq. Onlar da imtahanlara hazırlaşırlar, tələbə olmağa hazırlaşırlar. Abituriyentlərimizi dua eləyək. Allah onlara zehin açıqlığı versin inşallah. Allah onlara niyyətlərinə çatdırsın, xeyri salamat, istədikləri məqama, istədikləri zirvəyə qalxsınlar inşallah. Və gələcəkdə də özlərini həqiqətən də doğrulsunlar vətənə, vətənimizə, bayrağımıza, ölkəmizə layiq özlərini aparsınlar inşallah. Dualarımızın da qəbulü üçün salavat zikr edək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Bizim bir mövzumuz keçən həftə başladıq. Müqəddimə ünvanında dedik olsun bir giriş, mövzumuza giriş olsun. İnşallah dedik gələn həftə, yəni bugünkü gün üçün o mövzumuzu davam edərik. Keçən həftə biz mənəviyyat haqqında danışdıq. Əlbəttə danışmadıq, bir müqəddimə verdik. Dedik ki, insanın necə ki cisminin qidaya ehtiyacı var, maddiyata ehtiyacı var, ruhun da qidaya ehtiyacı var, yəni mənəviyyata ehtiyacı var. Necə cismimizin halına yanırıq, cismimiz üçün çalışırıq, əlləşirik, vuruşuruq, işləyirik, qazanırıq ki, cismimizi təmin edək. O cürə də çalışmalıyıq ki, öz ruhumuzu təmin edək və mənəviyyatımızı yerinə çatdıraq, dolduraq yerini. Və belə bir sual keçən həftə verdik, amma cavabını dedik, bir gün verəcəyik. Necə eləyim ki, mən də mənəviyyatım inkişaf eləsin? Bunun bir yolu varmı ki, mənəviyyatı inkişaf elətdirək? Mənəviyyata gedən yol hansı yoldur? Mən nələri eləməliyəm ki, mənim mənəviyyatım puxtələşsin, mən saflaşım, ruhum saflaşsın, ruhum paklaşsın? Hansısa bir yolu varmı, yoxmu? Dedik ki, var. İnşallah bu günlərim Allah qismət eləsə, hədislərə isnadən, Quran ayələrinə isnadən onların yollarını inşallah bir-bir zikr edəcək. Ola bilsin hamısını da olmasa, çalışacaq bugün birini də olsa, əgər biri də tamamlanmasa, gücümüz çatdığı qədər deyəcək inşallah, qalanı da qalsın inşallah gələn həftələr Allah qoysa. Və istəmirəm ki, bu mövzunun üstündən səthi keçək. Elə adların deyək keçək. Bəzən görürsən biz deyirik, məsələn, hansız əməl üçün filan işlər lazımdır, deyirik, keçirik. Amma istəmirəm keçək. Deyək və onun üzərində biraz işləyək. Bəzən görürsən, qardaşlar sual verirlər ki, biz necə eləyək ki, namaz bizim üçün ağır gəlməsin. Axı deyir, namaz qılmağa gedəndə elə bilirəm, yük daşımağa gedirəm. Bəzən də görürsən, deyir, namaz qılacam, nə üçün qılıram? Deyirəm, qılım üstümdən götürülsün. Qoy qılım üstümdən götürsün, rahatlanım. Bəzən də deyir, belə hiss yaranır insanda ki, qoy namazımı qılım, sonra rahat oturub yeməyini yiyeyim.
Əlbəttə, orucluq ayından gedir söhbət, iftar vaxt, o başqa məsələ. Adi bir günlərdə, məsələn, bugünkü günlərdə ki, oruc döyürük, deyirəm ki, hiss belə yaranır ki, qoy yeməyimi rahat yeməyəcəm, qoy qılım üstümdən götürsə, oturub rahat yiyərəm. Amma hansı ki, belə olmalıdır, bunun əksi olmalıdır. Rahat namaz qılmaq lazımdır. Əlbəttə, bunu da deyim ki, düzdür, insan gərək tox qarnına namaz çəkinsin qılmaqdan. Çünki tox qarnına qılınan, tox qarnına olan ibadət insanın zehnində biraz kütləşmə gedir tox olanda, çox yiyəndə əlbəttə. Biri var indi miqdarında yiyəsən, o başqa. Biri var amma çox özünü yükləyəndə artıq beyində kütləşmə gedir və sənin o rabitən ki, Allahla yaranan rabitədir, orada qırılmalar olur. Ona görə buyururlar ki, yaxşıdır ki, insan elə yeməmiş namaz qılsın. Amma biz bəzən deyirik ki, qoy qılım, başımdan eləyim də tez olsun, tez qılım, üstümdən geçsin, gedim rahat oturum, qoyum çörəyə qabağıma, yeməyə qoyum qabağıma, salatası ilə, filanı ilə, rahat tələsmədən yiyeyim. Bax, mən neyim ki, bu hal məndə olmasın, sual verirlər. Necə eləyim ki, yalana adət eləməyim. O günlərdə, yaxınlarda bir nəfər dedi ki, deyir, hərdən siz deyirsiniz ki, yalan böyük günahlardandır, kəbirə günahların siyahısına daxil olub yalan, necə ki, üzr istəyirəm, zinadır, fəhşadır, oğurluqdur və s. adam öldürməkdir, bunlar böyük günahlardandır. Yalan da bunların başında durur, deyir, hər dəfə siz bunu deyəndə, mən üçün qəribə gəlir, yalandır da, burada nə var ki? O qədər deyir, danışmışam yalan ki, mənim üçün adət elib, mələkə olub deyir. Necə eləyim ki, bu yalana adət eləməyim, yalan mənim üçün adiləşməsin, yalan mənim üçün şirinləşməsin. Mən necə eləyim ki, qeybət eləyəndə ləzzət əvəzinə məndə ikrah hissi oyansın. Mən bugün qeybət eləyəndə ləzzət hissi alıram. Elə biləm ki, rahatlandım. Kiminsə qeybətini elədim, elə biləm rahatlandım. Amma istəyirəm rahat olmayam. Qeybət eşidəndə ikrah hissi oyansın məndə. Oradan uzaqlaşım, ona mane olun. Mən neyim? Necə eləyim? Mən necə eləyim ki, bunlar məndən geçsin? İnşallah bunun yollarını yavaş-yavaş bir-bir Allah qoysa xidmətinizə çatdıracaq. Birinci yol buyurur təshih-i niyyət. Yəni, niyyətin islah olunması. Ne deyəcəm inşallah? Əlbəttə, ən çətin məqam da elə budur. Çox çətindir ki, insan niyyətini islah eləsin, niyyətini düzəlsin. İstəyirsən mənəviyyatı saflaşdırasan, istəyirsən mənəviyyatı düzəldəsən, istəyirsən insanlığı bərpa edəsən, əvvəl birinci gərək nə edəsən? Niyyəti islah edəsən, niyyəti saflaşdırasan. Allah rəhmət eləsin, mərhum Əllami Məclisiyə Biharul Ənvar kitabında yazır ki, mən niyyət haqqında hədisləri toplayırdım. Axtarırdım, araşdırırdım, niyyət haqqında buyurulan hədisləri, məsumlarımızdan olan hədisləri bir yerə yığırdım və belə bir nəticəyə gəldim ki, deyir, bu nəticəyə gəldim ki, niyyəti islah eləmək çox çətin məsələdir. Olduqca çətin məsələdir. Çox ağır işdir bu iş ki, insan niyyətini islah eləsin. Əlbəttə, bu o demək deyil ki, çətindir, öhdəsindən gələ bilməyəcəm, daim onu eləməyim. Bunu dəfələrlə demişik. Tədricən, yavaş-yavaş, ola bilsin birinci dəfədə alınmasın, ikinci dəfə alınmasın, 10-cu da alınmasın, 5 ay çəksin, 1 il çəksin, 3 il çəksin, 5 il çəksin, əl çəkmə, işdə üzərində, elə axırı bir gün alınacaq. Niyyəti islah eləmək çətindir. Məsələn, mən misal verim bir neçə dənə. Doğrudanmı mənim məcdə gəlməyim Allaha xatirdir? Özün özünə təhlil elə. Gün gəlmişsiniz bura, oturmuşsan, özün özünə sual ver. Doğrudanmı mən büyük məcdə gəlmişəm və bu gəlişim Allaha xatirdir, Allah üçün gəlmişəm. Yoxsa yox, elə o maraqlı moizələr zatlar olur, ona qulaq asmağa. Doğrudanmı mən Allah üçün gəlmişəm bura məcdə, yoxsa gəlmişəm burada 5-3 qardaşı ki, neçə gündür görmürəm, orada cümədən cüməyə görüşürük, danışırıq, söhbətləşirik, dərdləşirik onun üçün. Doğrudanmı mən Allah üçün gəlmişəm məcdə, yoxsa özümü görsətməyə gəlmişəm İraq bizdən. Bəzən də doğrudanmı mən məsciddə bəzi işlər olur, bəzi görsən qardaşlar çay dəmləyir, çay qoyurlar, nə bilim, ehsan verirlər, süfrə açırlar, qabları yuyurlar, dəstəmazxanı təmizləyirlər. Doğrudanmı mən bunu Allaha görə eləyirəm? Yoxsa ki, elə görsünlər ki, mən bunu eləyirəm, əlbəttə bunu da deyim, niyyəti islah eləmək o demək deyil ki, vəsvəsə yaransın səndə.
vasvasılığa geçsin, çıxarsın. Bəzən görsən, belə hal gəlir. İstəyirəm ki, məclisin həyətini süpürəm. Götürəm, Allaha xatir məclisin həyətini süpürəm. Eləyərəm, deyərlər, özün görsən. Yox, eləmirəm, başlayın. Bu şeytanın silahıdır artıq. Bunu şeytan elədi. Yox, vasvasılığa getib çıxartma. Nəinki onu tərk elə. Yox, niyyətli islah elə. Söhbət niyyət islah eləməkdəndir. O əməli tərk eləməkdən yox. Mən bugün dəst namazı əgər təmizləyirəmsə, bunu dərk eləməliyəm ki, bunu Allaha xatir edirəm ki, möminlər rahat gəlsinlər, təmiz yerdə dəst namaz alsınlar. Və möminə xidmət şərəfdir. Əlbəttə, bu günlərin bizim dəst namazxananın elə bir-iki nəfərdən başqa heç əlində uzunda vurmur. Qardaşların birinə söhbət düşdü. Bu mövzunu deyəndə ki, bəs elə dəst namazxana filankəsin öhdəsinə qoyulmayıb ki, biz də eləməliyik. Deyir, acı, onsuz da mən hələ orada dəst namaz almamışam. Mən evdə dəst namazımı alıb gəlirəm. Ora girmirəm ki. Bu məntiqsiz bir cavabdır. Düşünülməmiş bir cavabdır. Necə, nə olsun sən evdə dəst namaz alıb gələndə? Bəs möminlərə xidmət, bəs Allah üçün işləmək, Allaha xatir iş görmək, deməli, sən özün üçün eləyirsən, nə eləyirsən? Sənin üçün maraqlıdır, Allah, mömin, başqa işlər sənin üçün maraqlıdır. Doğrudanmı ki, mən bu günlərin iftar süfrələri açırıq ki, oruçluq ayında iftar süfrələri verdik, verdilər qardaşlar, verdik deyəndə verdilər qardaşlar, ehsan süfrələri filan, məclislər qururuq, neynirik? Doğrudanmı Allaha görə niyyəti islah elə də, mən bu iftarı verirəm, Allaha xatir verirəm, yoxsa Hacı filankəs verdim, mən də dala qalmayayım, deməsinlər ki, o verdi, bu qaldı. Bəzən görürsən, biz davadalaş edirik, mən əvvələ düşüm, niyə mən axıra düşməliyəm? Deməli, sən əvvəli axırı yoxdur ki bunun. Deməli, sən Allaha görə vermirsən, sən rəqabət aparırsan, sən özünü kimlənsə yuxarı tutmaq istəyirsən ki, birincini mən elədim. Əvvələ mən düşdüm. Niyə axıra düşməliyəm ki? Yox, bu Allaha görədir. Allaha görə olsa bu şey olmaz. Doğrudanmı mən kiməsə infaq edəndə, bir fəqirə əl tutanda, bir miskinə əl tutanda, kimisə bir köməklik göstərəndə bunu Allaha görə eləyirəm, yoxsa sabahlarım aramız pozulanda, söz-söhbətimiz olanda, birdən bir münaqişəmiz olanda tarappadan vurmağa başına və bunu da gedib hər yerdən danışmağa. Utanmır, abra həyası yoxdur, mən ona balı filan işlər görmüşdüm, indi bunu mənə elədiyinə bax. Bilirsiniz onun üçün nələr eləmişdim, filan eləmişdim, Allaha xatir edim, onu harası Allaha xatir oldu, damın hər yadaşını dedim. Olmaz ki bunu belə eləmək. Allaha xatir görülən iş unudulur, unutmaq lazımdır. Amma kiməsə bir pislik eləyəndə onu unutma. Çalış ki o yadında qalsın ki, onu islah eləyəsən, düzəldəsən. Amma bizdə əksinədir. Biz pisliyimizi eləyəndə onu tez yadımızdan çıxardırıq, kiməsə pislik eləyəndə. Amma bir dənə cüzi, bir yaxşılıq eləyəndə onu heç vaxt unutmuruq. Ki, nə vaxtsa yeri gələndə silah kimi istifadə eləməyə. Mən sənin üçün filan vaxtda filan yerə getmişdim. Mən sənin üçün filan vaxtda filan işi görmüşdüm. Sən məsələn çörək tapmayanda mən getdim sənin evdə balalarıma çörək verdim. Bu Allaha görə olmadı. Allaha görə olmadı ki, heç hələ bir günah da elədin, özdə kəbirə günahlardan. Özdə bunun cavabını vermək çox çətindir, bu sözlərin cavabını vermək çox çətindir. Çoxdur. Mən bu günləri minbərə çıxıram, moizə eləyirəm, pişnamaz dururam. Bunu həqiqətən Allaha görə eləyirəm, yoxsa əlacım qırılıb, görürəm heç kim yoxdur deyənə, bura boş qalmasın deyənə eləyirəm. Kimisə maarifləndirmək üçün Allaha xatir bu işi görürəm, yoxsa doğrudan da mı elə istəyirəm özümü görsədəm ki, görsünlər ki, filankəs yaxşı söhbət elədi. Bax, bunlara aid Usul-i Kafi kitabında çox gözəl Peyğəmbərdən gözəl bir hədis nəql olunur. Peyğəmbər Əkrəmdən rəvayət olunur ki, Peyğəmbər buyurur ki, əgər kimsə bir savab iş görərsə, bir yaxşı əməl eləyərsə və onu bircə dəfə də olsa dilinə gətirsə, o savab əgər 100% ise düşür olur 80%. 20'si getdi. Və gəlib bunu başqa yerdə desə 15-20% də getdi. Mən faizlə deyim ki, aydın olsun. Bu minvalla hər dəfə danışanda çıxır əlindən, gedir. Axırı gətirib çatdırırsan heçə. Axırı gətirib elədiyi çatdırırsan sıfıra. Bilirsən nəyə bənzəyir? Mən bir misal vuram. Getmişsiniz bağdan, bir gül dərmişsiniz. Gülü gətirib qoyursan güldanda evə. Ötüb keçib iyinirsən, ləçəklərini aralayırsan, toxunursan, qurcalayırsan, nə bilim yarpaqlarına əli vurursan, toxundurursan. Sən bunu hər iyilədikcə, sən bunu hər toxunduqca gül sürətlə solmağa doğru gedir. Sən nə qədər bunu çox iyiləsən, burnuva yaxınlaşdırsan, içuva alsan, iyini, nə bilim ləçəklərini aralayırsan, o daha tez olacaq.
Peyğəmbər Əkrəm də belə buyurur, bunu buyurur. Buyurur ki, "La tubtilu sadaqatikum", öz sədaqələrinizi, öz yaxşı əməllərinizi batil eləməyin, nə ilə? Deməklə. Eləyirsən, dalıcan da danışırsan ki, mən belə elədim, o heç də, o zay oldu getdi. Necə ki, həmən o güldandakı gül kimi. O güldanda gül ətirli idi, gözəl idi sən onu qoyanda. Amma sən onu ötüb keçib iynədikcə, qurcaladıqca, əli toxundurduqca o gedir. O sürətlə solmağa gedir. Sənin də əməlin ona bənzəyir. Amma bunu da deyim ki, düzdür. Elə yer var ki, bəli, özünü tərifləməlisən. Tərifləmək nə mənada deyəcəm. Elə bir yer var ki, səni orada yaxşı tanıtmayıblar. Düzgün qələmə verməyiblər, yaxşı tanıtmayıblar, sən burada özünü sübut eləməlisən ki, mən kiməm? Ay qardaş, bəzən deyirlər ki, yeməyə çörək tapmır da, vəziyyəti ağır idi da, filan kəs idi da, biz gətirdik, adam elədik, çıxartdıq ortalığa. Onda sən məcbursan deməlisən ki, ay qardaş, bu sözləri deyirsiniz ki, gəlir qulağımıza da çatır. Mən bura gəlməmişdən də elə mən idim. Mən bura gəlməmişdən də filan kəsin oğlu idim. Mən bura gəlməmişdən də yaxşı vəziyyətim var idi. Hələ axtarsan vəziyyətim ondan indi dala gedib. Burada artıq deməlisən, burada özün kimsən onu deməlisən ki, mən kiməm? Burada vacibdir də hələ deyəsən ki, səni pis tanıtmasınlar. Səni cəmaat arasında pis tanıtmasınlar. Bunun zərəli yoxdur. Əyməyə əthara da müraciət eləyəndə, tarixə müraciət eləyəndə görürsən imamlarımız da belə eləyirlər. İmam Səccad əleyhissalam ki, Şama gətirdilər əsir kimi, Allah lənət eləsin Yəzidə və onun tərəfdaşlarına. Gətirdilər ki, İmam Səccadı Şama, neynədilər İmam Səccada? Daş atırdılar, söz atırdılar, ki deyirlər xaricidir. Heç bilmirdilər ki, bu Peyğəmbər nəslindəndir. Heç onu tanıyan da yox idi. İmam Səccad neynədir? Özünü tərif elədi. Dedi, heç bilirsiniz sizin müqabilinizdə kim durub? Mən Əli ibn Hüseyin ibn Əli ibn Əbi Talibəm. Mən Əbu Talibin oğlu Əli əleyhissalamın oğlu İmam Hüseynin oğlu Əliyəm. Atam Seyyidü Şühəda. Babam Əmir əl-Müminin, cəddim də ki Peyğəmbər Əkrəm. Siz mənə daş atırsınız, mənə çörək atırsınız, o üzr istəyirəm, heyvana çörək atan kimi, belə eləyirdilər bəziləri. Çörəyi bölürdülər, atırdılar ki, yiyin. Burada lazımdır ki, insan özünü tanıtdırsın ki, qardaş, mən kiməm? Mənim haqqımda pis danışmayın. Burada vacibdir. Amma da yox, gördüyüm işləri şişirdim, qabardım, mən belə işlər görmüşəm, mən belə işlər görmüşəm, bunu eləmək olmaz, bunu danışmaq olmaz. Bu yaxşı şeydir. Çünki danışdıqca həmən o gül solduğu kimi sənin də əməlinin savabı gedir. Üsul-i Kafi kitabının 2-ci cildində yazır ki, bir günlərim, İmam Kazimdən rəvayətdir. Yazır ki, bir günlərin bir nəfər gəlir İmam Kazim əleyhissalamın yanına, deyir, Yabnə Rəsulullah. Biz hamımız bilirik ki, bizim çiyinlərimizdə mələklər oturub. Sağ çiyin mələyi, sol çiyin mələyi. Sağ çiyin mələyi neynir? Yaxşı əməllərimizi yazır olsa. Sol çiyin mələyi neynir? Dayanmadan yazığı qoymuruq heç yatsın da, yazır. Pis əməlləri yazır. Sağdakı yaxşı əməlləri, soldakı da pis əməlləri. İndi vay o gündən ki, qiyamətin günü o mələk də şikayət eləyir ki, barmaqlarım qırıldı yazmaqdan, soldakı. Yaxşı, bunu bildim. Mən əməl eləyəndə mələk bunu görür. Görür və yazır. Amma bəs hədisdə də var ki, Peyğəmbərdən də hədis var ki, Allah Taala mələklərə buyurur, o mələyimin ki, niyyətindən yaxşı bir əməl keçir, onu dərhal yazın. Amma o bəndəmin ki, fikrindən yaxşı işlər keçmir, yaxşı sözlər keçmir, pis əməllər keçir, onu yazmayın. Ta ki onu icra eləməyənə kimi yazmayın. Yaxşı düşündü, dərhal yaz onu əməllərdən ki, filan işi gördü. Amma pis düşünəndə onu icra eləməyənə kimi yazmayın. Bu Allahın bizə olan mərhəmətidir. İndi bu qardaşın sualı İmam Kazimə budur ki, bəs yaxşı, mənim elədiklərimi görür ki, mən namaz qılıram, mən oruç tutdum, mən sədəqə atdım. Bunu mələk görür, yazır. Bəs o ki, mənim ürəyimdən keçir, niyyətimdən, bunu hardan bilir mələk? Axı, bunu eləməmişəm. Bunu necə eləyir? Mən ki, gəlirəm, namaz qılıram, içəri girdim, məscidə daxil oldum, gördüm, maşallah, kütlə var, bir möhrü götdüm, tez namaz qıldım. Mələk görür ki, mən namaz qıldım, namaz qılmağımı yazır. Amma niyyətim budur ki, özümü itirdim, gördüm, hamı mənə baxır, tez 2 rükət namaz qıldım. Bu Allaha görə olmadı axı. Bu özümü göstərmək oldum. Tez gəldim, bir Quran götürdüm, başladım Quran oxumağa. Bu Allaha görə olmadı. Bəs bunu mələk hardan bilir? İmam Kazim əleyhissalam
Bu sualın cavabında əvvəl bir sual verir, sonra onun cavabı da elə onun içindədir. Deyir, heç olubmu ki, sən bir yerlə getmişsən, bir bağın kənarı ilə, bir evin kənarı ilə və uzun bir hasarı var, sən o həyətdə nə var, nə yox görmürsən. Amma oradan gözəl, məsələn, qızıl gül ətri iyi gəlir, qoxusu gəlir. Olubmu? Deyir, bəli. Və bilmisənmi ki, bu gələn ətir gül ətridir, gözəl ətirdir. Deyir, bəli, olub, çox olub, ya Rəsulullah. İmamlar bilir, nəyə sual vermək lazımdır, kim nə olub, nə olmayıb. Deyir, bəli, ya Rəsulullah, olub. Deyir, sən o güllü görürdün? Deyir, xeyr, görmürdüm, amma ətrindən bilirdim ki, bu güldür. Deyir, yaxşı olubmu ki, elə yerdən keçmişsən ki, leş iyi verib, çox pis iyi gəlib sənin burnuma. Bilmirsən ki, hansısa heyvan ölüb, tələf olub və iyilənib, leş iyi gəlir. Deyir, bəli, ya Rəsulullah. Deyir, o leşi görürdün? Deyir, yox, görməmişəm. İyindən bilirəm ki, haradasa yaxınlıqda leş var. Ərəbistan çölü, isti çöl, elə burada da hələ elədir, o ki, qalmış Ərəbistan olar. Deyir, bəli, görmüşəm. İmam Kazım əleyhissalam buyurur ki, cavabında deyir ki, mələklər də insanın niyyətindən keçənin o ətrindən bilirlər. İnsan gözəl əməl eləmək istəyəndə, niyyəti saf olanda, gözəl olanda ondan gözəl ətir xaric olur. Və mələk o ətrin iyindən bilir ki, sən hansı əməli görmək istəyən. Necə ki, güllərin ətri də fərqlidir. Qızıl güldən bir gözəllik gəlir, o biri güldən başqa bir gözəllik gəlir. Hər bir gözəl əməlində gözəl bir ətri var, özünə məxsus ətri var. Həmən ətrindən bilir ki, sən nə eləmək istəyən. Dərhal onu yazırlar. Və pis əməlindən də, pis niyyətindən də pis qoxu gəlir. Ona görə də onlar ondan uzaq olurlar, aralanırlar mələklər. Və başlayırlar onu, sən əgər əməl eləmisənsə yazmağa. Əməl eləmisənsə yazmağa. İmam Kazım əleyhissalam bunu başa salır, bu insan gedir. Mənim əzizlərim, bunu demək istəyirəm ki, biz batinimizdə ya gül becəririk, ya da ki, batinimizdə üzr istəyirəm, iyilənmiş bir nəcasət dolu quyu bəsləyirik, quyunun qoruyucusuyuq. İndi ya biz elə eləməliyik ki, bütün əməllərimiz o gül ətri versin, ya da elə eləyirik ki, bizim əməllərimiz nəcis iyi versin, çox-çox üzr istəyirəm. Sən bir bax gör batinində nə yetişdirirsən? Bax gör batinində nə var? Gör batinindəki gül bağının bağbanısan, yoxsa Allah görsətməmiş batinindəki nəcasət quyusunun qoruyucusan? Hansındansan? Allah eləsin ki, biz o gül bağının bağbanından olaq inşallah. Bizim əymi əthar da belə idi. Onlar əymi əthar imamlar mələklərdən də üstündür. Mələklərin nəfsi yoxdur deyənə günah eləmir. Onlarda ağıldır ancaq, nəfs yoxdur, ona görə günah eləmir. Amma əymi əthar, baxmayaraq ki, Allah onlara nəfsani hissdə vermişdi, amma onlar günah eləmirlər. Sırf əqilləri ilə gedirlər və o hiss bunlarda da var idi. İndi bilmirəm, imamlar da iyi ilə bilirdilər, yoxsa nə ilə bilirdilər? Mən bir misal varım, bir nəfər uzaq bir məmləkətdən, uzaq bir ölkədən gəlir İmam Sadiq əleyhissalamın yanına. Yolda gələndə üzr istəyirəm bir fəhşa edir, bir böyük bir günaha mürtəkib olur. Elə ki, gəlir İmam Sadiq əleyhissalamın yanına, başlayır gördüyü işlərdən İmam Sadiqə danışmağa. Filan vaxtı məsciddə filan qədər, məsələn, öz sözlərimizlə deyirəm, o elə demir, başqa sözlər deyir. Mən belə deyirəm ki, aydın olsun. Filan vaxtda məscidimizdə maşallah 400 nəfərlik bir məclis keçirdik. Heyət oldu, əzadarlıq elədi, belə iftar payladım, belə çıxdım, mən də danışdım, insanları belə səliqəyə saldım, belə elədim, filan elədim. Bu gördüyü işləri bir-bir başlayır İmam Sadiq əleyhissalama nəql eləməyə. İmam Sadiq tam axıra kimi dinləyir, qulaq asandan sonra buyurur ki, bəs yolda filan məntəqədə filan işə mürtəkib oldun, onu niyə demirsən? Bəs sən heç xəcalət çəkmirsən? Hiss edirdilər onlar. Bilirdilər onlar. Bir gündən bir nəfər Mədinədən durur gəlir Xorasana İmam Rıza əleyhissalamın yanı. İmam Rıza əleyhissalam onda Xorasanda idi artıq. Mədinədən gəlir ora, İmam Rıza ilə görüşür, deyir, ya ibn Rəsulullah, gəldim ki, sizlə görüşəm. Mədinədən Xorasana gəlmişəm ki, sizlə görüşməyə. İmam Rıza əleyhissalam diqqətlə qulaq asır buna, buyurur ki, axı səni kim məcbur edir yalan danışmağa? Mən səndən soruşdum səbəbin nədir bura gəlmək? Neyinirsən yalan danışırsan? Mən güya bilmirəm ki, sən Məmun-i Əbbasini, xəlifəni görməyə gəlmişsən və Mədinədə baş verən işləri gəlmişsən onun bir-bir olcuna qoymağa. Oradan da keçmişsən mənim yanıma ki, heç kim şübhələnməsin ki, güya sənin mənim yanıma gəlmişsən. Səni kim məcbur edir? Səni məcbur edən yoxdur ki. Həqiqətən də belədir. Həqiqətən də belədir. İmam Rıza əleyhissalam ona buyurur ki, get
Baxmayaraq ki, səfərdəsən, get namazları bütöv qıl. Deyir, Yəbnə Rəsulullah, səfərdə olanda namaz qəsirdir. Dedi, bilirəm onları. Amma sənin səfərin məsiyyət səfəri olduğu üçün, günah səfəri olduğu üçün Allah günah səfərin var axır hədis bizim şəriətimizdə var. Günah səfəri səfər hesab olunmur. Əgər günah üçün sən səfərə gedirsənsə, onda namazı da bütöv qılmalısan, oruc tutansa orucunu da tutmalısan. Çünki səfər Allah onu səfər hesab eləmir. Get namazları bütöv qıl. Və bu insan çıxır. Həqiqətən də hər məscidə gəliş Allah üçündür. Həqiqətən də hər edilən söhbət, minbər, moizə Allah üçündür. Həqiqətən də məsciddə hər görülən iş Allah üçündür. Belə olsaydı nə vardı ki? Və həqiqətən də hər yazılan kitab, hər yazılan məqalə Allah üçündür. Belə olsaydı dərd nə idi ki? Alimlərdən biri buyurur ki, bəzən elə insanlar çıxır, xətiblər çıxır, tevhiddən, Allahpərəstlikdən danışır ki, müşrikin böyüyü elə özüdür. Çünki niyə? Özünü göstərir, riya eləyir. Riya elədiyi üçün də, özünü göstərdiyi üçün də baxmayaraq ki, tevhiddən danışır, amma müşrik deyil. Odur ki, buyurur ki, mənəviyyata gedən yol, mənəvi paklığa gedən yol nədir? Birincisi, niyyətin islah olunması. Yenə də təkrar edirəm. Bu o demək deyil ki, vasfasılıq eləyək. Bu günlərim mən namazda əvvəl cərgiyə keçmirəm ki, deyərlər ki, buna baxın, yürüdü, getdi qabağa. O keçmirəm, arxada otururam. Bu gün mən məscidi təmizləmək istəyirəm, toz soranlamaq istəyirəm, eləmirəm. Birdən mənə deyərlər ki, bu özün göstərir. Yox, elə ki, sən niyyətini islah elə. Niyə o savab işdən qaçırsan? Əksinə qaçma, o işi gör yinə. Amma niyyətini islah elə. Hələ bu mövzunun ardı var, inşallah. Allah qismət eləsə, Allah tevfik versə, gələn həftə Allah qoysa bu mövzumuzu davam edəcəyik. Qardaşların yorğunluğu, bunu da inşallah belə yazaq ki, bir ay orucluqdan sonra çıxıblar, hələ də özlərinə gələ bilməyiblər, hamının gözü yumulur. Hamı görürəm ki, dumanlıdır, belə. Mənə baxırlar, amma bəlkə də yuxu görürlər. İnşallah Allah Teala'ya dua eləyək. Allah öz izzət-i cəlalı xatirinə, Allaha ant verək bu cümə gününə xatir, bizləri həqiqi möminlərdən qərar versin. Allah Teala bizləri həqiqi oruç tutanlardan qərar versin. Həqiqi bağışlananlardan qərar versin inşallah. Allah dünya və axirət bizi əhl-i beyt və Qur'an yolundan ayrı salmasın. Axır aqibətimizi xətmi bi xeyr eləsin. Din, İslam, Qur'an, əhl-i beyt yolunda sabit qədəmlərdən qərar versin inşallah. Dualarımızın qəbulu üçün salavat zikr edək. Allahümme salli ala Muhammed və aleyhi Muhammed.